Sumqayıt şəhərində 24 yaşlı oğlan dayısına xəsarət yetirib, hadisə şəhərin Yaşıldərə Bağlar massivində ərazisində baş verib. 2002-ci il təvəllüdlü Yavər fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı dayısı Ayazın baş və dodaq nahiyələrinə əl zərbələri ilə vurub. Yavərin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Yavər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, onun nənəsi olan Səmaiyə əvvəllər Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən Şəfa sanatoriyasında tək yaşayıb. Daha sonra dayım Ayaz ailə həyatı qurub və anası ilə birlikdə yaşamağa başlayıb. Ayaz və yoldaşı Gültəkin nənəmə yaxşı baxmayıb, mütəmadi olaraq aralarında münaqişələr olub. 2025-ci ilin avqust ayında dayımın nənəmi Sumqayıt şəhər ruhi əsəb dispanserinə yerləşdirmək istədiyini eşitdik. Anam Zeynəb də həmin xəstəxanaya getdi və öz anasını bizim yaşadığımız evə gətirdi. Həmin vaxtdan nənəm bizimlə yaşamağa başladı. Nənəm dayımla yaşamaq istəmədiyini dedi. Bu müddətdə dayım heç vaxt anası ilə maraqlanmadı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü təxminən saat 20:00-da Ayaz onun yaşadığı evə gəlib. Mən, atam Bahəddin, anam Zeynəb, bacım Kəmalə, Kəmalənin əri Sərdar, nənəm Səmayə və dayım Ayaz evin mətbəxində oturaraq söhbət etməyə başladıq. Dayım anasına onu aparmağa gəldiyini dedi. Anası da dayıma onun adına oğlu olmadığını, onunla getmək istəmədiyini söylədi. Bundan sonra dayım anam ilə mübahisə etməyə başladı və qışqıraraq səs-küy salmağa davam etdi. Anam acıqlandı və Ayazdan sakitləşməsini tələb etdi. Bu zaman Ayaz yumruqla anamın sifətindən bərk zərbə vurdu. Ayazın anamı vurmasından əsəbləşdim və bir dəfə yumruqla onun dodağından vurdum. Daha sonra atam Ayazı sakitləşdirdi və evdən küçəyə çıxardı deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Ayazın sözlərinə görə anası Səmaiyə əvvəllər onunla və ailəsi ilə birlikdə yaşayıb. Mən bir övlad kimi anama yaxşı qulluq etmişəm və onun qayğısına qalmışam. Anam yaşlı qadın olduğu üçün yaddaş zəifliyindən əziyyət çəkir. Onun müalicəsi etmək üçün Sumqayıt şəhər ruhi əsəb dispanserinə yerləşdirmək məqsədi ilə müraciət etdim. Anamı həkim briqadası ilə həmin xəstəxanaya apardım, lakin xəstəxana anamı qəbul etmədi. Xəstəxanada anama baxan həkim onu Məştəqada yerləşən Respublika Psixiatri Xəstəxanasına aparılmasının lazım olduğunu bildirdi deyə o ifadəsində göstərib. Zərərçəkmiş deyib ki, həmin vaxt Sumqayıt şəhəri Yaşıldərə Bağlar massivi ərazisində yaşayan bacısı Zeynəb xəstəxanaya gəlib, anasını özünün baxacağını deyib, onu xəstəxanaya yerləşdirməkdən imtina etməsini tələb edib. Mən də xəstəxanaya imtina ərizəsi ilə müraciət etdim. Zeynəb anamı öz yaşadığı evə apardı. Məlum hadisə günü təxminən saat 20:00-da Zeynəbin yaşadığı ünvana getdim. Bacım və onun ailə üzvləri ilə birlikdə evin mətbəxində söhbət etməyə başladıq. Mən öz anamdan mənimlə getməyi xahiş etdim. Zeynəb də anamı aparmağa, hətta anam vəfat edəndə belə onu görməyimə icazə verməyəcəyini dedi. Buna görə də aramızda yaranmış mübahisə zamanı əsəbləşərək şillə ilə Zeynəbin sifətindən vurdum. Bu vaxt bacımın əri yaxamdan tutaraq divara dirədi. Bacım oğlu Yavər də yumruqla başımdan, dodağımdan vuraraq
məni döyməyə başladı. Daha sonra məni evdən küçəyə çıxartdılar. Mən də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim deyə o ifadəsində göstərib. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı hər hansı bir şikayətin olmadığını deyib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o cinayət məsuliyyətindən azad edilib. Qeyd edək ki, bundan əvvəl də Ayaz bacısına xəsarət yetirdiyi üçün cinayət işinə ayrıca icraatda araşdırılıb. Həmin iş üzrə Ayaz təqsirləndirilən şəxs onun bacısı Zeynəb ilə zərərçəkmiş şəxs qismində tanınıblar. Həmin iş üzrə də barışıq əldə olunduğu üçün Ayazın barəsində olan cinayət təqibi üzrə icraata xitam verilib və ona cəza təyin edilməyib. Biləsuvar rayonunda 49 yaşlı kişi həmyerlisinə xəsarət yetirib. Hadisə bu ilin fevralın 15-də Biləsuvar şəhəri Mübariz İbrahimov küçəsində baş verib. 1977-ci il təvəllüdlü Təvəkkül həmin gün gecə saat 2 radələrində Seymurun onu söyüb təhqir etdiyinə görə aralarında yaranmış mübahisə zamanı iki dəfə yumruq zərbəsi ilə onun sifət nahiyəsindən vurub. Faktla bağlı Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və himayəsində 2 uşağı var. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2013-cü il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm və 17 avqust 2025-ci il tarixdə cəzamın sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilmişəm. Mən həmin vaxtdan Biləsuvar rayonuna ailə üzvlərimin yanına qayıdaraq burada yaşamağa başladım. Rəsmi olaraq heç bir yerdə işləməmirəm və günəmuz fəhləlik etməklə aləmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Seymuru qonşu kimi tanımışam, onunla aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə bu ilin fevralın 15-də gecə saat 2 radələrində yaşadığı evə gəldiyi vaxt Biləsuvar şəhəri Mübariz İbrahimov küçəsində Seymurun yanında bir neçə nəfər tanımadığı şəxslər görüb. Həmin küçədə Stukanın həmin vaxtı tanımadığım kişilərin olmasından əsəbləşdim. Buna görə də həmin şəxslərə yaxınlaşdım və yaxınlaşdığım vaxt Seymurun yanında olan digər şəxslər oradan uzaqlaşdı. Həmin yerdə yalnız Seymur qaldı. Mən Seymurun yanında olan şəxslərin kim olduğunu, gecə vaxtı küçədə dayanmalarının səbəbini soruşdum. Seymur isə kobud şəkildə cavab verərək həmin şəxsləri tanımadığını bildirdi. Seymurun mənimlə kobud danışmasından qəzəblənərək özümdən çıxdım, onun sifət nahiyəsindən vurdum. Həmin zərbənin təsirindən Seymur yerə yıxıldı. Sonradan Seymur barəmdə Biləsuvar rayon polis şöbəsinə şikayət etdiyini öyrəndim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Biləsuvar rayon məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edib, bu səbəbdən də zərərçəkmiş təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma və göndərmə və ya satma, 234.4.3 külli miqdarda törədildikdə və 206.3.2-ci qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək maddələri ilə
14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Şirvan Apellyasiya Məhkəməsinin 3 fevral 2014-cü il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 13 il müddətinə azaldılıb.